Gecənin bu varsı, ürəyimiz partlamışdı. Allah, bu nə idi? Deməli, bayaqdından evin aynasından görürüm burada nəsə bir qaraltı məni basır. Deyirəm, bu oğrudsa, niyə burada dayanıb? Da inansan, tüklərim biz durur. Mamı da yığıram. Allah kömək olmuş, WhatsApp-a cavab verir. Səs atıram ki, mama tez dur gəl bizə. Küçüyə oğru girir. Nəysə da dedim, kişiyəm də, nə dedim, mama həmişə gəlməyəcək belə şeylərdə. Özüm işığı zadı yandırıb düşmüşəm aşağı. Saat 3'dür. Nəysə yaxınlaşım, dedim da, nə ola. Qapını da iki tərəfli açdım, güya maşını da arabadan çölə çıxardıram. Ki, bəlkə oğru məni görə qaça. Biraz yaxınlaşıram, baxıram ki, qonşum Fərhad. Deyir, qonşu, nə var, nə yox? Deyirəm, Fərhad, sən qadanam. Deyir, həddə nə qonşu? Deyirəm, burada niyə durub bizə baxsın? Deyir, sizə baxmıram, bir saatdır işığı yüklüyə bilmirəm. İndi bu sayğacı bura gətirir, qoğan Azər işığa deyirəm ki, sizə qurban olun, bunu eləyin ki, belə şeylər görsünüz, adamın bağrını çatladır. Sən demə, qonşumda məni görürmüş. Mən aynadan qonşuma baxıram, qonşum mənə baxır. Amma işıq kesilir də, indi yandırmışam işığı. Qonşum da risk eləyib, çağırıb, deyir ki, gəl bu işığı kömək elə, yükləyək. Mən də huşum kəsməz ki, bu qonşum olar. Saat 3'də nə işıq? Gecə saat 3'də işıq nədir, zat nədir? Nəysə. Şimam yazıb da WhatsApp-ı açmadı, ayrı vaxtı deyir ki, nə problemin olsa yığ məni. Heç bir elə WhatsApp-a səs atdım, mama tez dur gəl bizə. Deyərsən, küçüyə oğlu girir, mamam da cavab vermədi. Nəysə, Allah sizi qorusun.